Heç düşünmüsünüzmü? Tarixin ən böyük, ən möhtəşəm divarı niyə tikilib? Cavab, Avrasiya çöllərini at belində fəth edən bir xalqda gizlidir. Bəli, bugün söhbətimiz Asiya Hun İmperiyasının demək olar ki, unudulmuş, amma dünya tarixini dəyişdirən hekayəsindən gedəcək. Bəli, o möhtəşəm divarı tikməyə məcbur edən bu atlılar kim idi axı onlar? Haradan peyda oldular və necə oldu ki, qədim dünyanın bütün qaydalarını, bütün nizamını alt-üst etdilər? Gəlin bu sualların cavabını birlikdə axtaraq. Hər şey Mərkəzi Asiyanın o sonsuz, uçsuz, bucaqsız çöllərində başlayır. Gəlin, bir anlıq ora gedək və Hunların kim olduğuna, onları o çöllərin qorxunc hökmdarlarına çevirən həyat tərzinə bir nəzər salaq. Baxın, bu xəritədə gördüyünüz yerlər var ha, o geniş çöllər, Orxon və Selenqa çaylarının arası. Bura Hunların evi idi. Amma təkcə evləri yox, həm də döyüş meydanları idi və düz cənubda nəhəng bir qonşu var idi, Çin. Bu qədər yaxın olmaq, bilirsiniz, gələcəkdə böyük toqquşmaların qaçılmaz olduğundan xəbər verirdi. Yəni Hunlar deyəndə ağlınıza sadəcə bir tayfa gəlməsin, xeyr. Onlar sanki at belində doğulan, ox və yayla böyüyən bir xalq idilər. O köçəri həyat tərzi onları polad kimi bərkitmişdi. Dövlət anlayışları da çox maraqlı idi. İnanırdılar ki, hökmdarlarının gücü, hakimiyyəti birbaşa göy tanrıdan, yəni Təngridən gəlir. Hətta o dövrün qaynaqları da bunu təsdiqləyir. Məsələn, bir mənbədə deyilir ki, oğlan uşaqları qoyuna minir, quşlara və gəmirici heyvanlara ox atır. Yəni, təsəvvür edin, uşaqlıqdan hər kəs bir döyüşçü kimi hazırlanırdı. Bu, onlar üçün bir oyun, bir məşğuliyyət deyildi. Bu, onların həyatının özü idi. Və bax, elə buna görə də onlar çöllərin ən qorxulan gücü idilər. Yaxşı, bu qədər güclü, amma dağınıq halda yaşayan tayfalar necə oldu ki, bir yumruq kimi birləşib qüdrətli bir imperiya yaratdılar? Hekayənin ən maraqlı yerlərindən biri məhz budur. Gəlin baxaq. Hər şey eradan əvvəl 3-cü əsrin sonlarında başladı. Səhnəyə Teoman adlı bir lider çıxdı və bütün o dağınıq Hun tayfalarını bir bayraq altında birləşdirdi. Və onların birləşmiş gücü, inanın, o qədər böyük oldu ki, yenicə birləşən qüdrətli Çin imperiyası belə özünü qorumaq üçün tarixin ən böyük tikintisinə, Böyük Çin səddinin inşasına başlamağa məcbur oldu. Teomanın daşıdığı titul isə Tanhu idi. Bilirsiniz, bu söz sadəcə lider və ya başçı demək deyildi. Tanhu, bütün Hunların ali hökmdarı, onların birliyinin, hərbi və siyasi gücünün bir simvoluydu. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Böyük Çin səddi çox vaxt düşünüldüyü kimi bir güc nümayişi deyildi. Əslində, bu bir müdafiə, hətta bir çarəsizlik aktı idi. O divar Hun süvarilərinin nə qədər böyük bir təhdid olduğunun daşla, kərpiclə yazılmış canlı sübutudur. Hər bir imperiyanın bir qızıl dövrü, bir zirvə nöqtəsi olur, elə deyilmi? Hunlar üçün bu zirvənin adı Meti Tanhu idi. Məhz o, imperiyanı əsl gücünün zirvəsinə daşıdı. Bax, bu gördüyünüz Mete Tanhudur. Atası Teomanın qurduğu dövləti aldı və onun Mərkəzi Asiyanın tək hökmdarı olan nəhəng bir imperiyaya çevirdi. Sual budur, o bunu necə bacardı? Sırrı nə idi? Mete təkcə böyük bir fatih deyildi. O həm də dahi bir islahatçı idi. Nələr etdi? Hər şey mərkəzləşdirdi. Ordusuna möhkəm nizam-intizam gətirdi. Hətta deyirlər ki, o qorxunc fit çalan oxu da o icad edib. Təsəvvür edin, minlərlə ox eyni anda vıyıldayaraq üstünüzə gəlir. Monqol və Tibet tayfalarını fəth etdi. Amma ən vacibi, dövrün iqtisadi camdamarı olan İpək yolunu tam nəzarətə götürdü. Bu isə Çini şimal torpaqlarını verməyə məcbur etdi. Mettenin gücü o qədər böyük idi ki, artıq düşmənləri olan Çinlilər belə ona xüsusi bir ad vermişdilər. Tanrı qutu, yəni Tanrının seçdiyi şəxs. Düşünün, rəqibin sənə bu adı verir. Bu o deməkdir ki, onlar sənin gücünün ilahi bir mənbədən gəldiyini etiraf edirlər. Bir hökmdar üçün bundan böyük hörmət ola bilməzdi. Bir anlıq gözünüzün önünə gətirin. Şərqdə Koreyadan başlayıb, qərbdə Xəzər dənizinə qədər, şimalda soyuq Sibirdən, cənubda zəngin Kaşqara qədər uzanan nəhəng bir imperiya. Bax, Mete xanın dövründə Hun imperiyası buydu. Qədim dünyanın mübahisəsiz super güclərindən biri. Amma bilirsiniz, tarix bizə bir şeyi dəfələrlə öyrədib. Heç bir zirvə əbədi deyil. Ən qüdrətli imperiyalar belə bir gün çökür. Bəs Hun imperiyasını süquta aparan nə oldu? Gəlin, indi bu hekayənin qaranlıq səhifələrinə keçək. Metenin ölümündən sonra Çin başa düşdü ki, Hunları döyüş meydanında məğlub etmək demək olar ki, mümkün deyil. Ona görə də strategiyanı tamamilə dəyişdilər. Müdafiədən hiləgər bir hücuma keçdilər. Silahları isə qılınc yox,
dikah diplomatiyası idi. Öz şahzadələrini Hun hökmdarlarına ərə verərək sarayın içinə sızmağa və imperiyanı içərdən çürütməyə başladılar. İnanın, bu qılıncdan daha kəsərli və ölümcül bir taktikaydı. Və bu hiləgər plan işə yaradı. Eramızdan əvvəl 58-ci ildə hər şey partladı. Taxt uğrunda mübarizə aparan iki qardaş. Amma problem təkcə taxt deyildi. Problem anadaydı. Anası türk olan Çiki Tanxu deyirdi ki, nəyin bahasına olur olsun, müstəqilliyimizi qorumalıyıq. Amma anası Çinli olan digər qardaşı fərqli düşünürdü. Gəlin Çin himayəsini qəbul edək, vassal olaq. Və bax, bu fikir ayrılığı imperiyanı ikiyə bölən o ölümcül qığılcım oldu. Sonrası isə çox faciəvi oldu. İmperiya rəsmən şərq və qərb olaraq ikiyə bölündü. Zəifləmiş, parçalanmış Hunlar artıq asan hədəf idi. Çin də fürsəti qaçırmadı. Əvvəlcə müstəqillik üçün sonuna qədər döyüşən Çiçinin qərbi Hun dövlətini məhv etdilər. Bir müddət sonra isə özlərinə tabe olan şərqi Hun dövlətinin də varlığına son qoydular. Beləcə, Asiyadakı o möhtəşəm Hun imperiyasının hekayəsi sona çatdı. Amma bu hekayənin sonu değildi. Əslində bu sadəcə bir fəslin sonu, amma tamamilə yeni və daha böyük bir hekayənin başlanğıcı idi. Yaxşı, bəs Asiya Hun dövləti dağılandan sonra nə oldu? O xalq hara getdi? Onların mirası nə idi? Asiya Hun dövlətinin süqutu əslində bir partlayış kimi oldu. Onlar yox olmadılar, sadəcə fərqli istiqamətlərə səpələndilər. Böyük bir kütlə qərbə doğru hərəkət etməyə başladı və bu hərəkət, bu böyük köç bütün dünya tarixini dəyişdirəcək hadisələr zəncirini başlatdı. Nəticədə isə Avropada və Mərkəzi Asiyada tamamilə yeni, qüdrətli Hun imperiyaları quruldu. Onların mirası həqiqətən də inanılmazdı. Düşünün, onların qərbə doğru hərəkəti Avropada xalqların böyük köçü adlı nəhəng bir prosesi başlatdı və nəticədə Roma imperiyasının süqutuna gətirib çıxardı. Attila kimi liderlərlə bütün Avropanı lərziyə saldılar. Başqa bir qolları Mərkəzi Asiyada Ağ Hun, yəni Eftalit imperiyasını qurdu. Hətta Asiyada qalanlar belə sonradan yaranacaq Göytürk xaqanlığının formalaşmasında çox mühüm rol oynadılar. Və bütün bunlar bizi son, fəlsəfi bir suala gətirib çıxarır. Bir imperiyanın fiziki varlığı məhv ola bilər, amma onun xalqı tərəfindən daşınan mirası, o daha güclü ola bilməzmi? Bəlkə də əsl güc daşdan hörülmüş divarlarda ya da xəritələrdəki sərhədlərdə deyil. Bəlkə də əsl, ölməz güc tarixin gedişatını dəyişdirən o insanların öz iradəsində, onların hekayəsindədir.